Bugün danışacağımız mövzu münasibətin mərhələləri olacaq. Birinci mərhələ sevgiyə hazırlıqdır. Biz buna flört də deyirik. Hansı ki, biz bu mərhələdə qərar veririk ki, biz qarşı tərəflə davam etmək istəyirik, yoxsa istəmirik. İkinci mərhələ vurğunluqdur. Bu 3-6 ay davam edir adətən və bu vurğunluq mərhələsində biz adətən qarşı tərəfin mənfi xüsusiyyətlərinə fokuslanmırıq və o mənfi xüsusiyyətlər bizə o qədər də mənfi kimi gəlmir. Vurğunluq mərhələsi bitdikdən sonra bir növbəti mərhələyə keçirik. Hansı ki, bu mərhələdə əlimizdə qalır sevgi və seks. Sevgi dinamikasında biz reallıqla üzləşirik. Və burada darıxdırıcılıq və qıcıqlanma başlayır, məyusluq və inciklik başlayır və biz təhlil etməyə başlayırıq. Misal üçün, vurğunluq mərhələsində qarşı tərəfin yemək yeməsi bizə həzin bir musiqi kimi gəlirdisə, artıq biz növbəti mərhələdə reallıqla üzləşdiyimiz üçün, vurğunluq bitdiyi üçün həmin yemək yemə bizə ağzığı şapırdatma, mənim ürəyim bulanır kimi reaksiya verməklə nəticələnə bilir. Və burada artıq başlayır konfliktlər yaranmağa. Bir münasibətdə konflikt varsa, təbriklər. O münasibət deməli dinamikdir, deməli o həqiqətən də münasibətdir. Orada konflikt yoxdursa, deməli o münasibət artıq münasibət olmaqdan uzaqlaşır, bəlkə də bitibdir. Konfliktdən sonra nə baş verir? Qərar qəbul oluna bilirsə, əgər ki, yenidən qayıdırıq biz sevgi və seksin hissəsinə. Burada yenə reallıq, yenə də məyusluq, inciklik, təhlil bunlar baş verir. Hər dəfə yeni bir konflikt ola bilər bu, amma yox. Biz qərar qəbul edə bilmiriksə, burada yaddaşma başlayır. Yaddaşma başladıqdan sonra da təəssüf ki, nəticə ayrılıqla nəticələnir.